Süleymanın məsəlləri 15-ci fəsil. Həlim cavab hirsi yatırar, sərt söz qəzəbi alovlandırar. Hikmətlinin dili biliyi məth eləyər, axmaqların dilindən səfehlik tökülər. Rəbbin gözü hər yerə baxar, pislərə, yaxşılara nəzər salar. Şəfa gətirən dil həyat ağacıdır, əyri dil ürək qırar. Səfeh ata tərbiyəsini ələ salar, məzəmməti qəbul eləyən uzaq görən olar. Salihin evində böyük xəzinə yaşar, şər insanınsa gəlirində əzab var. Hikmətlinin dili bilik səpəliyir, axmağın qəlbi bunu eləyə bilmir. Rəbb şər insanın elədiyi qurbandan ikrah eləyir, əməli salihlərin duasındansa razı qalır. Rəbb şər insanın yollarından ikrah eləyər, amma salihliyin ardınca gedəni sevər. Düz yolu buraxana şiddətli töhmət verilər. Məzəmmətə nifrət eləyənə ölüm gələr. Ölüm və həlak yeri Rəbbə aşkardır. Gör o, insan ürəyindən necə agahdır. Rişxəndçi iradı sevməz, hikmətlilərin yanına gəlməz. Qəlbin sevinci üzü xoş eləyər. Ürəyin kədəri könlü sındırar. Dərakəlinin könlü bilik axtarar. Axmaqların ağzı səfehliklə qidalanar. Məzlumun hər günü qaradır. Ürəyi bəxtəvərin elə bil daima ziyafəti var. Rəbb qorxusu ilə qazanılan az şey, qayğı ilə yığılan böyük xəzinədən yaxşıdır. Sevgi dolu bir yerdə göyərti yemək, nifrət dolu bir yerdə yağlı dana əti yeməkdən yaxşıdır. Kəmhövsələ dava yaradar, səbirli münaqişəni sovuşdurar. Tənbəlin yolunu tikanlar basar, əməli salihlərin yolu baş yoldur. Hikmətli oğul atasını sevindirər, axmaq anasına xor baxar. Qanmaz səfehlikdən sevinər, dərrakəli düz yolla gedər. Məsləhətsiz niyyət boşa çıxar, doğru nəsiyyət verən çoxdursa uğur qazandırar. İnsan münasib cavab versə, şad olar. Sözü yerində demək nə yaxşıdır. Ağıllı insan aşağıdan, ölülər diyarından ayrılmaq üçün həyat yolunu tutub yuxarı gedər. Rəbb təkəbbürlünün evini yıxar, dul qadının sərhədini qoruyar. Pislərin məqsədləri Rəbdə ikrah yaradar. Ona xoş gələnlərin sözlərini təmiz sayar. Tamahkar külfətini əzaba salar, rüşvətə nifrət eləyənin ömrü uzun olar. Salih insan cavab verməzdən əvvəl qəlbində düşünər, şər insanın dilindən pislik tökülər. Rəbb şər adamdan gen dayanar, salih insanların duasına qulaq asar. Nurlu gözlər qəlbi sevindirər, yaxşı xəbər qəddi düzəldər. Həyat verici məzəmmətə qulaq asan hikmətlilərin içərisində yaşar. Tərbiyəni rədd eləyən öz canına xor baxar. Məzəmmətə qulaq asan anlayış qazanar. Rəbb qorxusu hikmət tərbiyəsi verər, itaətkarlıq şərəfdən əvvəl gələr.